Hörmətli izləyicilərim, sizə 1 milyon 200 min manatlıq villanı təqdim edirəm 500 min dollara. Yəni, dəfələrlə ucuz. Bu əsl fürsətdir. Bu fürsətdən istifadə edən udacaq. Özdə elə bir bağa verir ki, mən sizə garantiya verirəm ki, sizin proqramınız bu səviyyədə və bu keyfiyyətdə villa tikənməz. Çünki sahibi çox tələbkar adamdır. 2 dənə təkcə stol masasına, hamısı markadır, 40 min verir. Mən bunu sizi yormayacağım. Bu villa bir brenddir. Ağlay hissəsindən, həyat tametindən, pəncərə sisteminə qədər, elektronikasına qədər, elektrik işlərinə qədər yormayayım da sizi. Gəlin mən sizi bir dənə bu hissədən, yəni qış mətbəxindən təqdim edeyim. İndi maraqlıdır. Bura haradır? Suallar yaranır. Çayı qarışdırmamış deməyəcəm. Çayınızı süzün. Baxın, bura geniş bir açılıb bağlanmış mətbəxi. Əlimi stola vurmağımdan artıq bildiniz ki, söhbət nədən gedir. Dəyərli izləyicilərim, manqal zonası, kadrlara bir baxın. Deyin ki, kişi iş görüb də. Burada əlavə olaraq mətbəx, yenə burada hər şey və bu gördüyünüz buradan heç divar saltı belə götürülmür, dəyərli izləyicilər. Səbəb bilirsiniz nədir satmaq? Allah hamının imkanını saz eləsin. Sadəcə gəlib gedmirlər. Başa düşdünüz, iş çoxdur deyə gəlib gedmirlər. Bura Şamaxının Çuxuryurt kəndidir. Dağ mənzərəli, hündür ərazidə, yola yaxın bir ərazidə yerləşir. İki maşınlıq qarajı var villanın girişində. Yəni bu Li-9 verilmir üstündə, söhbəti yox. Ya bizim elə kampaniyalarımız yoxdur. Allah hamıya qismət eləsin. Bu hissədə isə ümumi sanitar qovşaq, hamam otağı, həyatda lazım olan şeylərdir. Deməli, dəyərli izləyicilərim, özəllikləri o qədərdir ki, bitmir də. Bu hissəni gördünüz də, bax görürsünüzsə bir dənə fokuslar görürsünüz, o heç. Solda bir dənə açıq qapı görürsünüz. Deməli, bunun sahibi orada özü üçün bundan əlavə burada şəhər yaradıb, burada isə yaradıb kənd həyatı. Fındığından bəri meyvələr, torpaq bellənib, torpağın qoxusu var da, bir dənə bura baxın. Bir yerdə satılır. Gör, necə qəşəng bölüb. Adlı çıxış qapısı qoyub. Yəni, kulturlu bir proyekt üzərində eləyib də. İşığı var buradan. Gəldim bura, saxladın, düşdün maşından, sürücün göndərdin, aldın əlivi lapatkadan, zatdan, toxadan, yadıva düşür ki, dədənlə belə toxa eləmirsən, yəni onu yaradır da özündə. Yaşamaq, düşər demişəm, böyle bir şeydir də, yəni. Allah hamıza qismət eləsin. Qiymət də həqiqətən əladır da, yəni bu şəhərdə Bakıda milyon yarım aşağı belə villa hardan tapmaq olar? 500 min dollara verir. İndi keçək sizə önəmli bir faktları görsədim. Bunun içində bir dənə vanna var. Həmən vanna bunun içində olması üçün, keçirmək üçün adam buranı söküb komple. Bəli, bəli, söküb. Gəlin görsədim sizə. Söhbət 6-3 mat Qalenvagendən gedir. Dəyərli izləyicilər, bu dəhşət bir şeydir də. Özünü baridə istəyirsən. 5-6 motor, 5-6 nəfər burada dincəlir, masaj olunur. Caquzinin partlamasından. Mətbəx, yağışa və suya davamlı şişməyən bambu materialından stollar. Çox bahalı bunlar materialdır. Yüksək səviyyədə möhtəşəm saunası və duşavoyu. Bəli. İndi isə arxasında olan villanın o ağac hissələri, bağ hissələri də sizə təqdim edim. İmport ağaclar ekonom elənməyib, divarların içərisi bəzək daşlar, ağlay və önü və arxası. Çünki özü üçün elədiyinə görə deməyib öz-özünə ki, əşi, qabağı ağlay edeyim, görsənsin, arxasını eybi yox.
Emusiya vuraram, vedrəsi 50 manatlıqdan. Yoxdur elə bir düşüncə. Qəşəng pul xərcləyiblər bu villaya. Ağacları kadrı görsətsin operator sizə. Yavaş-yavaş gedək. Mən sizə burada xüsusi olaraq generator sistemi var Mitsubishi-nin. Yəni qiymət də yüksəkdir. 30 minə falan alıblar. Bunlar hamısı qurğu sistemlərdir, dəyərli izləyicilər. Yəni bura möhtəşəmdir. İndi villası olan izləyici çay içir baxır ki, ay bunu bilirəm də. Keç, baş üstə keçirəm. İndi gəldik, çatdıq. Arxaya da çıxışı var kıstati. Orada da asfalt var, yol var. Və bu mühafizə evidir. Yəni bu baxanların evi də girməyək içəri. 2 otaq, bir mətbəxdən ibarətdir. Olmazın olmazıdır deyə. İndi keçək. Əsas məsələ villanın içinə. Girdik içəri. Yavaş-yavaş gəlin sizi evin ab-havası ilə yaxından tanış edeyim, dəyərli izləyicilər. Koridor. Yeri diqqət. Parketin bir yana növünə baxın, dəyərli izləyicilər. Mozaikadır da. Fıstıq ağacından qapılar. Əldə düzəlmə. Zavod konservdir. Qəbələdən xüsusi plekan yığılıb, gəlib. Mətbəx otağı bu hissədədir. Mətbəx otağı, təkcə mətbəxin özü, artıq bəzi izləyicilərin bildi də, yəni markasını. Brend bilən markadır. Volga deyil. Qəşəng markadır. Geniş bir mətbəxdir. Mən sizi zal otağına dəvət edirəm. Klassika və rahatlıq. Orijinal kamin. Divan, stol, dəsti, televizor dəsti, kondisioner dəsti. Vaxt itirmiri, növbəti sizə papa-mama otağı göstərirəm. Yaxşı da onlar bilən, dədəciyi otağı. Bax, belə birinci mərtəbədə ayaqla ağrımasın deyə onlar üçün belə bir otaq. Sonra ümumi hamam otağını sizə göstərirəm. Gəldik, çatdıq, yenə burada bir klassika moydadır, güzgü və burada yenə belə bir içinə girirsən, maqnitofonlu, tıppatısı bir yana duş qabin. İndi ikinci mərtəbəyə qalxırıq, buyurun. İkinci mərtəbədə 2 uşaq otağı, 2 valideyn otağı, 1 hamam otağı və hər iki valideyn otağı içində də hamam tualeti var. Buyurun, baxın. Siz baxın, mən də baxıram. Qəşəngdir, qəşəng görsənir. İndi zövqlər də fərqlidir, düşüncə də fərqlidir. Əsas keyfiyyət və təmirin svejliyi. Bu villada var. Çal boy. Ümumi hamam, uşaqların yataq otağı. Hər birində televizor, mebellər, dolu evdir. Təkcə, dəyərli izləyicilər, bu matras ki var, istiqbalda markadır. Məlumat üçün demir, yəni görməmişik kimi şişirtmək üçün demirəm də, yəni səmimiyyətinlə. Bu, yaxşı matras deməli 400 manatdan başlayır, 2000-ə qədər gedir. Yəni, təkcə matras burada artıq keyfiyyətli qoyulub. Ona görə, baxın da, məsləhət sizin. Bu villanın sahibi, dediyim kimi, yazıb da insan yazıb özündə. 1 milyon 200 min keçib. Bura xərclənən pul. İndi isə 500 min dolar nə qədər eləyir? 850 də 40. 50. 850 min manata bunu verir. Orada cüzi, çox yox, cüzi Bakıdan bura gəlməyə görə indirim eləyəcək. Simvolik, xala xətrin qalmasın. Başqa təkliflərə yox deyir. Gəldik, çatdıq istirahət güşəsi, 3 mansard. Burada Korolevski bilyard, bar.
audio dinamika, bəzədilmiş divar içi qabançiklər, dev ekran, oturub baqqal Sarayzada, tenis orada, konserleri burada. Daha nə deyim, nə söyleyeyim sizə dəyərli izləyicilər. Çayınızı buzladınızsa, daha içməyin, gedin yatın. Bundan sonra çay getmir. Burada idman yeri də var. Mənim kimi ehtiyac duyursunuzsa, gəlin bura, girdim bura, Begaboy, özdə bu normal qiyməti olanlardan, təzə almışam da qiyməti bilirəm. Bu rahat bir 8 min, 10 minliklərdəndir də. Qaçmaq aləti, yenə qaçmaq, velosiped, buraya hamam tualet, burada yoga. Bundan. Dostlar, qanuni sənədi var. Heç bir problemi yoxdur. 500 min dolları çıxarın bank hesabınızdan, nömrəyə zəng eləyin, gəlin alqı-satqı eləyin, Allah xeyir versin, mənə də dua eləyərsiniz. Qulluğunuzdayım. Təşəkkürlər. Görüşərik.